E-Tabib mobil tətbiqi fəaliyyətini dayandırır. Xidmətlər artıq MyGov platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədi ilə qəbul olunub. Bununla da E-Tabib MyGov platformasına inteqrasiya olunan növbəti dövlət tətbiqidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 və 2028-ci il üçün fəaliyyət planının icrası istiqamətində təbib tərəfindən məqsədyönlü işlər aparılır. Rəqəmsal dövlət xidmətlərinin bir pəncərə prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində E-Tabib mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin MyGov platformasına inteqrasiyası prosesi artıq bitir. MyGov bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin eləyir. Artıq bu proses demək olar ki, başlayıbdır. Bir neçə mobil tətbiq bağlanıb və hal-hazırda icrada olan proseslər də var ki, digər mobil tətbiq və web platformaların bağlanması istiqamətində də işlər davam edir. Ötən aylarda e-sosial mobil tətbiqi bağlanmışdır. Sizin də bildiyiniz kimi artıq hal-hazırda ESU və təbib mobil tətbiqlərinin bağlanması üzrə də işlər son mərhələdədir. Qısa vaxtda bu tətbiqlər üzrə də fəaliyyətdə olan bütün xidmətlər MyGov platformasına inteqrasiya olunub. Həmin xidmətlərin də MyGov üzərindən artıq əl çatanlığı təmin olunub və bu platformalarda bağlanması təmin olunacaq. Növbəti mərhələdə isə mövcud olan digər tətbiqlərin də bağlanaraq xidmətlərin MyGov-a inteqrasiya olunması üzrə işlər davam etdirilir. Onu da qeyd edək ki, MyGov vasitəsilə vətəndaşlar müxtəlif kateqoriyalar üzrə məlumatları vahid mərkəzdən əldə eləyə, sənəd formasında yükləyə və digər şəxslərlə paylaşa bilər. Nigar Namiq, Elxan Camalov, Real.